Hər vaxtınız xeyir, Real sizə Xankəndidən xəbər verir. Bəli, bugün burada əlamətdar bir tədbir keçirilir. Belə ki, Qarabağın futbolçuları Qarabağa səfər ediblər. Onların səfərlə bağlı təəssüratlarını elə Qarabağın futbolçusu Elvin Cəfərquliyevdən gəlin eşidək. Elvin, əvvəla salamlayıram səni. Təəssüratların necədir? İstəyirəm bizlə bölüşəsən. Mən də sizə salamlayıram, hər bizə təşəkkür edirəm. Təəssüratlarım çox xoş təəssüratlar var. Bildiyiniz kimi Şuşadan gəlmişik. İndi də Xankəndindəyik. Bir neçə il bundan qabaq hər bir rayonda olmuşam. Şuşada da olmuşam, Xankəndidə də olmuşam, Ağdam rayonunda da olmuşam. Belə deyim, çox xoş təəssüratlardır. Gəldik Xankəndi Universitetində ziyarət elədik. Şuşada da şagirdlərlə görüşdük. Bu gün əslində bizim istirahət günümüz idi. Komanda olaraq elə planlaşdırıblar ki, gələk istirahət günümüzü bu Qarabağda keçirdək. Bundan sonra da gedəcəyik inşallah Ağdam rayonuna, İmarət Tayfa stadionuna. İnşallah, necə deyim, mənim arzularımdan biridir ki, hətta Azərbaycanlı futbolçu olaraq, Qarabağlı bir futbolçu olaraq ki, orada ən azından bir oyuna çıxım doğma azərkeşlər önündə. Komandada bura birinci dəfə gələn futbolçular var, onlarda da hiss olunur ki, çox böyük bir maraq var. Yəni bu qədər. Çox təşəkkürlər, minnətdarım. Bir daha qeyd edeyim ki, mənim müsahibim Qarabağın futbolçusu Elvin Cəfərquliyev idi. Biz sizə Xankəndidən xəbər veririk, amma gün ərzində canlı bağlantılarımız davam eləyəcək. Odur ki, kanalı dəyişməyin.